Bunun üçün istəsən tarifi də yaradıblar da, ancaq o 1 manatlıqlar deyil. İstəsən tarifindən mən məsələn aylıq mənim paket həmin sərf edir. Belə baxanda ehtiyacım yoxdur çünki çox zəng eləmirəm, çox mənə zəng eləmirlər. Pensioner adamım da. Məncə yəni çox pis oldu. Çünki məsələn mən 1 manat vururdum elə nə vaxtsa danışaram çünki çox da istifadə eləmirəm də. Yəni indi 1 manat vurdu. 1-2 gündən sonra tezdən bir tərəfli bağlanacaq. Təbii ki də bu pisdir də. Yəni heç olmasa yəni bir həftə düşürsəydilər yəni nəsə. Amma belə çox az sərf eləmir. Keçəcəm maks elə. Bunlar istifadəsi. Yəni Azərbaycana keçmək fikirləşirdim. Son axırıncı xəbərlərdən sonra fikrim dəyişdi. Elə narda qalacağam yəqin ki, çox kimi. Vallahi Azərbaycandan istifadə eləmirəm mən. Baksel. Düzgün deyil məncə. Yəni 1 manata 1 gündən sonra bağlayırlar. 2 manata 2 gündən sonra bağlayırlar. Məncə yox. Azərbaycan bankrot olar. Elə getsə. Sana atqaz eləyəcək, Azərbaycan da bankrot olacaqlar. Təəssüf, biabırçılıq. Mən şəxsən imtina edəcəm. Hazırlaşıram elə, nömrəni götürəcəm. Başqa. O da öyle olsa onu da belə dəyişəcəm. Təbii ki, bizə sərf eləməz. Bəncə Azərbaycan istifadə edənlər artıq Azərbaycan istifadə eləməyəcək. İçmən qarışıq. Yaxşı da öyle, münasibətim yaxşı deyil. Maddi cəhətdən ziyandır da. Ham üçün o bağlanandan sonra kimin üçün işləyəcək? İndi vurmayacağım, keçəcəm bakselə, nə bilim, keçəcəm nara. Yəni öz-özünə ziyan edən bir qərar kiməsə lazım deyil, mənə elə gəlir. Mənə gəlir ki, düzgün qərar deyil. Getdikcə qiymətlər ucuzlaşmaqdan bahalaşır, bu da düzgün deyil. Yəni o sahədə, internet sahəsində ucuzlaşmalıdır. Belə götürəndə texnik əsrdə inkişaf eləyir, getdikcə azalmalıdır, bizdə niyə qalxır başa düşmədim.